Salam, sabah xeyir olsun değerli izleyiciler. İstedim bugünden yine güllerimi çeker. Biraz keçən dəfəkənə baxanda əmələ gəliblər. Bu şefliranın tamam yarpaqları xarab olmuşdu, kəsmişəm. Təzə görürsən ki, buralarından belə cücərmək istəyirlər. Bu yarımyaşıl olan döyüş, bu rengi sarıya çalan biri var idi, ondandır. Bu da o yaşıldandır, bir budaq da idi, qopmuşdu. Getirdim onu basırdım, dirilmək istəyir. Bu da ki o qadın xoşbəxtliyi də xarab olub, hələ təzədəki o kökü sağlamdır. Bu da ki amaralisdir, bunu təzə basırdım, böyüyür. Bunu da artırmışam, keçəlləşmişdi, indi düzəlirlər. Buradakiler de aloylarım da tamam xarab olmuşdu, indi düzəlir olur da. Yarısı xarab olanlarım yani. Bu həmin güldür, bunun yarısı xarab olub. Bu yaxşı çiçəkdir. Bunu mən adını indi öyrənmişəm. Bir xanım deyir, Berbergeriyadır. Biri var Bergeriya, bir de var Berbergeriya. Mən bunu təzə içdim adını, bilmirdim adını. Kırmızı çiçək açır, belə sümbül kimi. Sonra bu sukulentdir, təzə basırmışam. Bu gerandır, təzə basırmışam. Bunlar keçərindən qalan geranlarım da açıq dajı, böyüyüklər də. Bu sarmaşıq həmişə yazda xarab olur, qışda yəni sonradan düzəlir. Artırmışam da bunlardan. Bu çiçəyə deyirlər. Bu maldilləri təzə basırmışam. Sonra bu gülüydü, hamısı xarab oldu. Bunlar təzə çıxırlar dibindən, ona görə. Bu da ki o kurdele çiçeğiydi, aloydu. Bu zəfəran çiçəklərdir, biraz indi düzəliblər. Bir partiyada keçənə qədər yaxşı olar. Bu ilə kaktusdur. Bir dənə bunlar yaxşı qalıb, bu aloylarım. Bu da xarab olmuşdur, düzəlir. Oradakilərin də orada mənim nüşəyi sarmaşıqlarım var idi. Hamısı xarab olub. Birini zorla tapmışdım, o dirilib o tərəfdədir. Amaralistlərin hamısını o yuxarıya yığılmışam. Yaxşıdırlar, o amaralisə qorxusu yoxdur. Onun yarpaqları xarab olur, soğanaqları. Sonra yazda cücərir, yəqin ki onu hamı bilər. Bu da aloydu, bu geran balaca qavdaydı, təzə keçəndən olandı, açasıdır. Bu da həmin o Berbergeriyadır. Yenə geranımdır, çiçək açıb. Bu sarmaşığı keçən basırmışdım. Elə bil inkişaf eləməmişdi. İndi yaz oldu deyin, inkişaf elədi. Orada da yine yılan kaktusdu. Sonra bak bu güldü. Bu dekabristin başka sortularından. Bu dekabrist ölüb getmişdi. Hem inkişaf elədi, hem de dirildi de, yani xarab olmuşdu be. Bu sarmaşıqdır. Bu ana ürəyidir. O da xarab olub. Təzəcə görürsən ki, kəsmişdim, başını cücərir. Giranlarım da, bunlar hamısı keçəndən qalandı. O kəpənək gülüdür. Bunlar da hamısı kəpənək gülüdür. Məndə 2 cürədir. Bunun rəngi bənövşəyidir. Bunun rəngi rozvaçı çiçəkləri. Bu da ki 40 düymədir. Orada da kaktuslardır hamısı. Elə bunları tərəfə yığmışam. Sonra bu sukulentin ən böyük hissəsidir. Bu çiçəkdir. Təzə almışam. Bunlar soğanaqlı yazda olur, belə satışda olur. Rəhbərə çiçəklər açır. Bundan keçən almışdım soğanı da. Təzədən bu il basırdım, çıxartmışdım soğanını. Bunlar, bu da yeni amaralisdir, girandır. Bu lantanadır, kəsmişdim baş gözünü. Təzə cücərib çıxıblar. Sonra bunlardaki girandır. Bu gülü belə bir sortda olan güller var. Bu ondandır. Bunu almışdım. Başka balaca qabında qalmışdı. Soyuqlar düşdü, eci qaldı. Bunun qabına dünən təzə basırdım. Buradaki mənim oruç çiçəyi deyirlər, sarmaşıq. O da ölmüşdü. Onun yerine basırdım. Bu da şefleranın balacasıdır. Bu sarmaşıqdan çox idi məndə keçən il. Elə bir dənə bunu tapmışam. Bu da dirilivci yaxşıdır. Sonra buradaki dikenli güldəndir. Qırıb basırmışam. Buradaki kaktusun o evləridir. Yəni burada lap botanika bağına oxşuyur. Belə hamısı ayrıca bir Yeseni bağında kaktusların bir evi var. Ağzı bağlı, ona oxşuyur. Bu da şefleradır, böyükdür. Burada da
pul gülləridir hamısı. Sonra bu da ki həmin o güldəndir. Heç vaxt məndə çiçək açmayıb. Bu da məndə böyükləri var idi, qırmızı çiçək, gözmuncuğu olan dikenler tacı. Onların ikisi də öldü. Bu ağı keçən almışdım, böyüdüyü, bu qalıbdır, yaxşıdır. Geranlarım yüzü çiçək açıq. Geran deyirəm, karlik qızıl güllər. Çiçək açıq, bu da açır. Sonra bu da ki həmən bergeriya deyilən bu güldür. Bir də mənim bu aloyumdur, bu xrizantemadır. O da çiçək açan güldür, ağac gül, 3 fason. Bu da madelidir. Burada mənim begonvilimi bu yıl qurudu o. Keçən almışdım onu. Çünkü ben onu alanda okumuştum, yazmışlar ki çok şaxta olanda gərək onu qoruyasan. Deməli şaxta onu yandırdı. Ne kadar gözlədim, gördüm ondan heç başını kəstim, lap dibine kadar. Dünən dibine baxanda gördüm, elə kökü də inkişafdan qalıb da, yani yoxdur, inkişaf eləyəsi. Heç bir dənə də bir puçuru yox idi. Bu jasminimin qabı balacaydı. Bunu da jasmini de ben buraya təzə köçürdüm. Jasminim de çok böyüyüb. Keçən qalmışdım ben bunu. İndi də çiçəkləri də var. Elə dünən çiçək qarışıq. Hamısını təzə basırdım bu qaba. Pramoy açırlar. Bu da belə bunun gözəlliyi. Bu da qızıl güldür. Hələ bu tomurcuqlamayıb. Bu karlikdir. Karlik qızıl güldən daha çox inkişaf eləyir. Tez bazar açır, çox da açır. Bunun da tomurcuğu var, açasıdır. Buradaki zambaqdır. O sarı zambaq çiçəyidir. Giranı, o agavanın yerini dəyişdirmişəm. Balasını da ayrı basırmışam. Bu da bül. Mənim güllərim xarab olmuşdular. İndi görsən ki düzəldilər. İstədim giranlar, çiçəklərimi çəkəm. Bu da bu giranları da təzə basırmışdım. Belə, bu da ki həmin o kepenek gülünün bir roz rengi olan bir tayıdır. Elə öz gülümdən artır həmişə getmişəm mən. Ona görə də bir güldən çoxdur. Başqa buradakı budur, sarmaşıqdandır yenə. Belə Allah hər kəsə gözəl günlər qismət eləsin, gözəlliklər. Həmişə gözəlliklərlə başınız qarışsın. Can sağlığı versin. Təbiətdə də bir də həmin bu ağaç gülündə yerə basırmışdıq. Bu da qurudu, fikus. Keçən il amma heç nə olmadı. Bu il gördük ki qurudu. İndi kökünü çıxartmadım. Dedim bəlkə kökü sağlam qala. Yavaş yavaş bir yerindən bəlkə cücərə. Mayla gəlir ki bu cücərər böyründən. Nə bilim vallahi hələ qalıbdı. Ona görə çıxartmadım. Amma o dipçəkdəki qurumuşdu. O həmin gül qurumuşdu. Bunlar da bulardı. Yeniden görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.